etrafında dolanmışam dolamışam. Bir gözüne vurulmuşam, bir gözüne vurulmuşam, etrafında dolanmışam dolamışam. Can demeye yorulmuşam, can demeye yorulmuşam. Ne güldürür ne öldürür, düz bilirdir, düz bilirdir, düz bilirdir. Ay can demeye yorulmuşam, can demeye yorulmuşam. Ne güldürür ne öldürür, düz bilirdir, düz bilirdir, düz bilirdir. Dağlar dadıma güzeldi, kaşların kama güzeldi. Dağlar dadıma güzeldi, kaşların kama güzeldi. Üstüme hiçbir söz olmaz, gözlerin yamanı güzeldi. Üstüme hiçbir söz olmaz, gözlerin yamanı güzeldi. Her gibi alıptı baştan, geçme olmaz bu göz kaştan. Yamanı sevirəm, ürəkdən cana sevirəm. Səni mən yaman sevirəm, ürəkdən cana sevirəm. Mənə gəl eylə vəfaya, aşiqə etmə cəfaya. Mənə gəl eylə vəfaya, aşiqə etmə cəfaya. Toy günündür, toy günündür. Evimizde şad günündür, şad günündür. Bugün burada toy günündür, toy günündür. Evimizde şad günündür, şad günündür. Gülümüze arzu diley, arzu diley. Gülüm şad günüm mübarek mübarek. Gülümüze arzu diley, arzu diley. Gülüm şad günüm mübarek mübarek. Toy günün, şad günün mübarekti mübarek. Şad günün, toy günün mübarekti mübarek. Toy günün, şad günün mübarekti mübarek. Toy günün, şad günün mübarekti mübarek. Şad günün, toy günün mübarekti mübarek. Toy günün, şad günün mübarekti mübarek. Değil mübarek olsun, bu toy mübarek olsun. Dostların gelen yolu gül olsun, çiçek olsun. Değil mübarek olsun, bu toy mübarek olsun. Dostların gelen yolu gül olsun, çiçek olsun.
həmişə toy olsun. İnşallah. Sabahın xeyir, Sabir. Sabahın xeyir olsun. Nə gözəl enerjidir bu səhər-səhər. Mən həmişə belə enerji ilə ayılıram, çünki siz fikir verin ki, bizim nə qədər gözəl mahnılarımız var, toy mahnılarımız var, xalq mahnıları. Bunlar əslində toy mahnıları deyil, bunlar hamısı xalq mahnılarımızdır. Və görün nə qədər orada enerji var, görün nə qədər pozitiv var orada. Və mən istəyirəm ki, hər zaman bu mahnında olan ritmmi deyim, abu-hava mı deyim, bizim xalqımız həmişə səhəri belə başlasın, belə abu-hava ilə başlasın. Mən düşünürəm ki, enerjidən də əlavə İrfanın gözəlliyi də burada sözsüz müstəsna bir rol oynayır. Yəni İrfanı da mütləq əlavə eləməli. Sənəti ilə, səsi ilə, elə xarakteri ilə sevilən, seçilən dəyərli Şir bürcünün nümayəndəsi. Bəli, yadımdadır. Hamısı yadımdadır, Sabir. Dostlarımın bütün elə sinəsində də, bəli, gözəl redaktorumuz da fikir verir belə ifa zamanı. Dəyərli Sabir Əhmədovun elə canlı ifalarla hər birimizi feyziyab eləyən Sabir Life. Biz sosialda izləyirik bir-birimizi, dəyərli izləyicilər. Sabir Əhmədovun gözəl ifasına bugün deməli bu hissədə də ağ geymişdim. Elə toy olsun, bayram olsun. Heç bugünə qədər belə bek vokalın olmuşdu? Yox, heç vaxt. Düzü mən indi sənin yanında kölgədə qalıram səs məsələsində, yoruyor da. Mən həvəskaram da Sabir. Mən əslində həmişə sevinirəm. Mən bunu həmişə deyirəm ki, əslində bizə kişilərə, müğənnilərə fərq eləmir. Yəni kişi xeylaqlarına o abu-havın verən bizim xanımlarımızdır. Və təbii ki, siz bu enerjini ki verirsiniz, o başqa bir şeydir. Əlbəttə, həmişə əhatəndə elə gözəl. Qorusun Allah bütün bizim xanımlarımızı, bacılarımızı xoşbəxt eləsin. Amin, amin. Əslində o enerji bumerangdır, mən ona çox inanıram. O enerji qarşılıq verilir sizə. Mən əslində deyəcəm, kişilər məni qınayacaqlar. Bu mənim həyat prinsipimdir. Yəni həyatda da belə görmüşəm. Mən ümumiyyətlə, mənim atam həmişə deyir ki, mən arada bir deyirdim atama ki, sən belə sadə geyinsən, amma belə ürəkdən o mən həmişə deyir ki, bu mənim varlığımdır deyir. Bu mənim deyir, varım dövlətimdir deyir. Ona görə də bu belə... Xanımım qəşəngi. Bəli, bu elədir. Həməcə, indi bütün, demək ki, əksər ailələrdə elədir. Azay, bizim də ailədə nəsə elə, məsələn, belə istəyirəm mən. Olur. Təkrar xoş gəlmişsən, Sabir. Çox sağ olun, minnətdarım sizə. Yeni mövsümdə ilk dəfə də görüşürük. Bəli. Niyə ki? Bəli. Çünki yoxram da, yəni mən tez-tez olmuram. Birləşmiş Ərəb Əmirliklərindəydim. Mən ora gedirəm, mən ümumiyyətlə demək olar ki, ora köçmüşəm, köçmə vəziyyətindəyəm. Yaşayıram orada. Buradan tam təməlli köçmədin? Yox, tam təməlli köçməmişəm, amma belə deyim də, oradakı abu-havamı deyim, yoxsa olur insana bəzi ölkələrdə abu-hava düşür. Orada sizə çox böyük tələbat var, sənətinizə qarşı. Ümumiyyətlə, orada mən baxıram, axır illər bizim həm vətənlərimiz, həm orada olan işlər, yəni mən tək oxumaqla məşğul olmuram, burada da, orada da çalışıram ki, hər yerdə olum. Ümumiyyətlə, mənəm, belə deyim də, bu bayaq xatırladığımız Şir bürcünə düşür də, yəni bəzi ölkələrdə gəzmək, getmək, yəni mən xoşlayıram ümumiyyətlə, getmək, təzə nəsə öyrənmək, görmək, başqa bir millətin mədəniyyəti də öyrənmək. Çünki mən sənətçiyəm, mən gərək bunların hamısını belə özümə götürüm, öyrənim və buna, yəni belə deyək də, bu yaxınlarda böyük bir musiqi label'la, Sony Music-la böyük bir müqavilə bağlamışam və hətta deyim ki, bunu mən açıq formada sosial şəbəkələrdə dedim, saksafonçumu deyim, yəni saksafon müşahidə edən Kennedy mənə bir zapisimdə iştirak edib və müşahidə edib, bu yaxınlarda üzü görəcək. Vaqif Kərəzadənin mahnısı, bizim sevimlimiz, canımız Zülfiyə Xanbabayevin ifa elədiyi mahnı Sən gedən gündən bu yaxınlarda mən buraxacağam. Başqa bir aranjmanda və böyük bir, yəni musiqiçi, dünya tanınmış Kennedy həmin zapisdə iştirak edir. Bu da ekskluziv bir informasiya olmuş olsun, xeyirli olsun. Klip çəkəcəksən Sən gedən. Klip, mən 2 dənə klip eləyəcəm inşallah, fevral ayında. O da Sony Music-dan olacaq. Maraqlı bir şey, həm də ki, mən belə deyim də, yəqin Hind kinoları çox xoşlayır, həmişə də baxırlar onlara. Onların bir production'dan, siz təsəvvür edirsiniz ki, klipin birində 750 nəfər olacaq, komanda. Yəni, böyük bir kollektiv, orada bir maraqlı bir şey eləmişik. Bu artıq filmdə, klip deyil. Elə bilsiz deyək, belə deyək, biz 80-cı illərə qaydırıq. Həmən o diskoteka olan vaxtları, həmən o cəmaat əlindən vaxtı və orada... Vintage dərsən. Bəli, o yəni Hind, belə deyək də, production iştirak edir həmən klipin çəkilişində və biz 80-cı illərin abu-havasını verməliyik. Bu da çətindir. Təsəvvür edin ki, küçənin birini bağlayırlar və həmən küçədə pastanovka gedir, deyim, yoxsa nümayiş olunur. Yəni bir teatr olaraq böyük bir layihədir və onu inşallah mən eləyəcəm. Set çəkilişi kimi də, sanki klip çəkilişi yox, bir film çəkilişi, set çəkilişi. Belə deyim də, bu
belə demək istəmirəm, amma bu mənim axırıncı işlərimdir, böyük belə bir layihələrim və 2028-ci, 2029-cu ildə bir dənə yeganə konsert eləyəcəm. Solo. Solo, bəli. O da böyük bir layihədir. Çünki orada Steve Wonder'ın musiqiçiləri, Kennedy'nin özü iştirak eləyəcək, Sony Music'in bütün prodüserləri orada iştirak eləyəcək və səhnədə 100 nəfərə yaxın musiqiçi əyləşəcək. Heç bir playback, heç bir fonogram, heç bir minusovka, yəni hamısı canlı və 2 saata yaxın mən canlı bir ifa eləyəcəm. Hətta bizim Karifey mahnılarımızı da eləmişəm başqa bir aranjmanda. Aynı gözəl. İnşallah qismət olsun. Yavaş-yavaş bu olmalı. Arzulayıram bir dostunuz olaraq, bir dəyərli mütəxəssis olaraq sizə hər zaman işlərinizdə uğurlar arzulayıram və əziyyətlərinizin bəhrəsini yaşamağınızı arzulayıram. Bunu da mən deyim ki, mən bunu bugün öz xalqımın hesabına, tamaşaçıların, sevənlərin hesabına eləyirəm və həmişə də bu sözü deyirəm. Hər bir şey deyəndə yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Əlbəttə. Bu etiraf eləmək istəyinizin böyüklüyünüzdür. Ələşmənizi rica eləyəcəm və bilirəm ki, Sabir bəy öz intellekt və akademik bilik bacarıqları sayəsində bugün digər mövzularla bağlı fikirlərini bildirəcək. Həm də sözsüz valideyn olaraq uşaq tərbiyəsindən, sağlamlıq baxımından da fikirlərini bildirəcək. Sabirin ifasını elə belə gözəl bir enerji aldıq ki, heç izləyicilərimlə salamlaşmadım. Sabahınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Hər zaman olduğu kimi saatlarımız 10-12 aralığında mən Gülnar Səhliyarın təqdimatında Xoş Sabah Himsi Azərbaycan televiziya kanalının ekranlarında canlı olaraq izləyirsiniz və yanaşı olaraq qeyd eləmək istəyirəm ki, bugün bir çox mövzulardan danışacağıq. Daha dəqiq desək, gələcəyimiz olan uşaqların ümumi və nitq sağlamlığından, əsrin problemi olan, əsrin bəlası halına gəlib çatmış hesab olunan autizm spektru pozuntusundan, həmçinin sağlamlığımızın başlanğıcı olan ağız boşluğundan, estetik stomatoloji müdaxilələrdən danışacağıq. Yanaşı olaraq da sözsüz ki, ruhumuzun qidası olan məlahətli səsi ilə Sabir bəyin gözəl ifaları ilə ruhumuz dincələcək. Siz də ekranlara daha yaxın əyləşin, qonaqlarımı təqdim eləmək istəyirəm, çünki artıq günlərdir anonslardan gördüyünüz qədərlə bir-birindən dəyərli və peşəkar mütəxəssislərimiz var ki, təcrübəli və peşəkar mütəxəssis uşaq inkişafı üzrə kitab və dərsliklərin müəllifi, defektolog, loqoped Sayat xanım Rızayeva. Xoş gəlmişsiniz. Çox sağ olun, Sabahınız təşəkkür ederim. xeyir. Sabahınız xeyir olsun. Siz oradan bek vokaldıq eləyirdiniz Sabir bəyə. Gözəl enerjinin əhatəsində. Məndən olsa durub orada oynayardım, çünki mən uzun zamandır uşaq evində də işləmişəm, kimsəsiz uşaqlarla. Biz həmişə uşaqlarla birlikdə əylənmişik, oynamışıq. Uşaq enerjisində qalmışıq. Uşaq enerjisində qalmışıq. Zaten də ki, yaşım ona imkan verir. Əla, necəsiz? Sağ olun, təşəkkür. Biraz nasazam, üzürlü sayacaqsınız. Ona görə enerji almaq üçün su enerjisindən istifadə edirəm. Biz də sizə enerji verəcəyik. Mən ona inanıram. Belə enerji, gözəl enerji, bütün qonaqlarıma gözəl effekt keçsin deyə. İnşallah. Və yeni tanış olduğumuz, gənc yaşda kifayət qədər çox uğur qazanmış, ambisiyoz və peşəkar estetik stomatoloqumuz var ki, ortopedik stomatoloq da eyni zamanda dəyərli stomatoloqumuz Nicat Hüseynov. Xoş gəlmişsiniz. Sabahınız xeyir. Nicat bəy mikrofonu oradadır. Sayat xanımın yanında. Daha yaxın ötürək ki, Nicat bəyin səsini daha ucadan eşidək. Eşidilir. Çox sağ olun, yaxşı. Siz necəsiniz? Yaxşı, çox sağ olun. Sizin bəs səhər oyanmaq narahatınız necədir? Yəni mən öyrəşmişəm də pasiyentlər səhər saat 9-dan başlayır deyə. Bir də bizim səhərçilərimiz səhər oyanmaqla. Bir də ciddi. Məndə qrafiklə. Bəs axşam tədbirlərdə gecə səhərə qədər? Fərq eləmir. Mən yəni ümumiyyətlə Sustukada 3 saat da yata bilərəm. Mənim üçün heç bir fərq eləmir. Biz əslində 8 saat yatmalıyıq. Yatmalıyıq, amma bir də görsən ki, bu belə deyə də toylar baş verir. Gedirsən Moskvaya, oradan Dubaya, Dubaydan Qazaxstana, Qazaxstandan Avropaya, Avropadan yenə Bakıya, Bakıdan yenə ora o qrafiklə yaşamaq mümkün deyil. Təbii ki, örgəşirsən, orqanizmin də örgəşir. Amma bir də görsən ki, mən ildə bir dəfə 2 gün yata bilərəm. Durmaya bilərəm, inanırsınız. Yata bilər. Əlbəttə, artıq nə qədər də güclüyük desək belə, bədən artıq müqavimətə tabi gətirə bilmir. Deyir, yat. Ümumiyyətlə çətindir. Yəni, toy aparmağı da çətindir. Bir də görsən 2-də qutarır, bir də görsən 2-nin yarısı, bir də görsən 1-də. Ümumiyyətlə, bu yaxınlarda bir tendensiya ilə əlaqədar bir söz demişdim. Düzdür, mən yaxşı qarşılanmıram, amma bir fikirlər söylədim. Deyirlər, müğənni səhnədən düşməməlidir. Deyirəm, nə eləməməlidir? Səhnədən düşməməlidir. Niyə ki? Bu nə adətdir, bu nə... Valla, mən arada bir danışıram. O, həqiqət səmimi olmayan müğənnilər üçün. Yox, səmimi olmayan yox. Bilirsiniz, sanki axır vaxtlar belə bir tendensiya gedir, mən görürəm də. Mən 5 dəqiqə çıxıram, insanam su içməyə, məsələn, neysə bir ehtiyacım var. Deyir, hara gedirsən?
Neynə belə bir səhnədə qalmalıyam? Hə, Başa düşürsünüz? Rəqqasələr gəlir. Yox, ümumiyyətlə olur ki, insan məni tək çağırır, mən təkəm. Hə, mənlə bərabər çalışan insanlar var, xanım ifaçılar var, musiqiçilər var. Bu dalbada 6 saat, yəni bu cəmaatı bezdirməyəcək. Ən azından proqram dəyişilməlidir, biraz musiqi olmalıdır. Fərqli səs gəlməlidir. Bəli, təbii ki. Amma görürəm ki, deyir, hara gelirsən? Bayaqdan deyir, yoxsan. 5 dəqiqədə çıxır. Başa düşürəm istəyə bilərlər. Amma mən də insanam. Mən də insanam. Tək mənə aid deyil. Biz müzakirə edirik bu haqda, bu sənət dostlarımla. Deyirlər səhnədən düşməməliyik. Bu nə adətdir, bu nə təzə, bu haradan gəlib çıxıb. Harada pis şeylər var, gəlib bizə çıxırlar. Əslində, çox düz deyirsiniz ki, ümumiyyətlə, istər el şənliklərində, istər elə televiziya məkanlarında, istər elə adi sıravi gündə belə enerjini yüksək saxlamaq çox böyük bir məsuliyyətdir. Hə, Sayat xanım? İndi siz sudan enerji alırsınız. Hərə bir şeydə enerji alır. Bax, siz ümumiyyətlə gündəlik uşaqlarla və yaxud da xüsusi qayğıya ehtiyacı olan körpülərlə çalışırsınız və mütəmadi olaraq onların valideynlərindən müəyyən enerji gəlir, o uşaqların özündən yorulursunuz da təbii olaraq. İnsanlar evdə bir övladla məşğul olanda yorulur. Siz qaldı ki, gündəlik kifayət qədər uşaqlarla məşğul olursunuz. Bax, o enerji necə bərpa edirsiniz? O negativ, pozitivə necə keçirirsiniz? Və yaxud da o update düyməsi olur da, hər kəsdə restart düyməsi. Yenilənmə. O yenilənmə düyməsini necə tətbiq edirsiniz özünüzdə həyatınızda? Mənim işim ən çox zehni olduğuna görə ən çox məndə zehni yorğunluğu olur. Üstəlik də bu aralarda Nəcməddin müəllimin təlimləri bizi yorur. Ona görə bizdə biraz həm yorğunluq olur, zehni yorğunluq, həm də onun müqabilində biz enerji də alırıq. Zaten mən özüm uşaqları çox sevdiyimə, həddindən artıq çox sevdiyimə görə, bəlkə də öz uşaqlarımdan, öz nəvəmdən çox başqalarının uşağını sevirəm. Nəyə görə? Bunun səbəbi var. Çünki bu dünyaya missiya olaraq mən uşaqlara tərbiyə olaraq onların yoldan öyrətməyə gəlmişəmsə, bu sevgi məndə ilahidən güclü olmalıdır. Yeri gəlmişkən biraz uzağa getsək də, bu yaxınlarda Zəfər günündə biz yeni bir təlim keçdik. Mələklərin numerologiyası. Mələklərin numerologiyasında mənə nə çıxsa yaxşıdır. 9-cu mələk çıxdı. 9-cu mələk nə deməkdir? Fərqli insanları görmək, məsəl üçün qalaktika ilə biz əlaqədəyik və biz fərqli insanları görə bilərik, fərqli insanlarla məşğul ola bilərik, bir də başqa planetdən olan insanları görə bilərik. Mən sual verdim ki, Nəcməddin müəllim, mən necə görə bilərəm qalaktik o insanları? Axı sən fərqli insanlarla çalışırsan. İndi biz gələcəyik autizm spektr uşaqlara. O uşaqlar necə uşaqlardılar? Həmin uşaqlar xəstə deyirlər, fərqli uşaqlardılar. Görürsünüzmü, elmdə təsdiq eləyir ki, onlar xəstə deyirlər, fərqlidirlər. Bəli. Yəni mən enerjini uşaqlardan alıram. Uşaqlara nəsə öyrətdikcə, nəsə onlarda bir irəliləşdir. Doğum xəritənizə görə dedilər mi? Hə, olduqca bizdə enerji yüksəlir. O valideynin ki, göz yaşını görürsünüz. Bilirsiniz, o bizə mükafatın mükafatıdır. Ondan böyük sevinç ola bilməz. Uşaqların irəliləyişini, uşaqların irəli getdiyini, birlikdə valideynlə bizim sevincimizi görsəz, siz də nə bilim, bundan gözəl peşə yoxdur. Əlbəttə, indi hər kəs öz sahəsini sevərək məşğul olsa, o sahədə artıq iş yox. Enerji bizə oradan gəlir, uşaqlardan gəlir, valideynlərdən gəlir. Nicat bəyin enerjisi bəs hardan gəlir? Nicat bəyin bəs, Nicat bəy oyanmayıb səhərsə, hiss edirsiniz? Nicat bəyin bəs enerjisi hardan gəlir? Siz necə dediniz ki, öz peşəvi sevəndə onsuz da enerji avtomatik olaraq gəlir. Yəni mən deyək ki, işləyən zamanı nə yorğunluq hiss edirəm, nə bir şey. Əlbəttə, işin axırında, işdən çıxanda, mən bütün pasientlərə individual yanaşıram deyə çoxlu energiya xərcləyirəm iş zamanı. Amma çıxanda enerji, sözün düzü, başqa-başqa ölkələrə getməkdən enerji toplayıram, gəlirəm təzən Azərbaycana. Nəcməddin yeri məlum. Nəcməddin hamını analiz eləyərdi burada. Özdəki sizə də maraqlı, mənə də maraqlıdır o sahələr, rəqəmlər, onların sehri. Ciddi? Həyat missiyanızın nə olduğunu bilirsiniz? Nə? Missiyam. Həyat missiyası, mikrofon. Belə deyim də, missiyam ondan ibarət ki, yaradım, eləyim, qoyum gedim.
Bu mənim missiyamdır. Nəsə öyrətmək məndə. Məndə müəllim düşür də. Əslində mənim peşəm də müəllimdir. 5-dir sizə rəqəm? Yox, məndə 3-dür. Məndə prosto 12-sidir. Məndə 1 də var, 2 də var. Əslində 2 qadın enerjisi sayılır, bilirsinizsə. 1 kişi enerjiyası. Yəni mənim belə deyək də, arada bir deyirlər ki, ürəyin çox böyükdür sənin, belə yəni mülayim insansan, ürəyi böyük bir insansan, o 2-dən gəlir mənə. 1-dən isə mənim hansısa bir məqsəd qoyduğum varsa, mən ona gec-tezi həmişə nail olurum bu həyatda. Bir yerdə bu 3 olur. 3-dəki müəllimlik. Əslində mən diplomumda, yəni təhsildə Moskvada aldığım yazılıb ki, müğənni, estrada müğənnisi müəllim. Yəni mən bugün gedib... Bəs niyə o sahədə özünü sınamırsan müəllim kimi? Birincisi, belə deyək də, bugün mən baxıram ki, ümumiyyətlə çox təəssüf ki, musiqi, yəni çox qarışıqlıq var. Heç kim heç nə öyrənmək istəmir. Hamı deyir, mən müğənniyəm. Amma səhnəyə çıxanda, bəli, səhnəyə çıxanda o yəni mənim, belə deyək də, tələbə dostlarım, bugünkü gündə xalq artistlərdir, Samir Cəfərov xalq artisti mənim tələbə yoldaşımdır. Tutaq ki, mənim tələbə dostum, həm dostum uşaqlıq dostum Abbas Bağırov da əməkdar artisti, Nurlan Növrəçli əməkdar artisti. Yəni hamısı bugünkü gündə, yəni hamısına salamlayıram, hamısı əzizlərimdir, dostlarımdır. Bugünkü gündə mən fəxrdən bunu deyirəm ki, belə bir insanlarla biz tələbə yoldaşı olmuşuq, dostuq bugün, yoldaşıq və bunlar da öz peşə ilə gedir. Bunlar varsa mən, bir şükür, hələ ki bizim gözəl sənət, bizim müəllimlərimiz hələ var, bizim böyük bir sənətkarlarımız, SSR-in xalq artisti Fidan Qasımova var, Xuraman Qasımova var. Bunlar varsa biz balacalar onların yanında öyrədə bilərik. Yox, əstəğfurullah, sizin də kifayət qədər çox böyük bir sənətiniz var sözün əsl mənasında. Var, amma böyük olan yerdə. Əlbət, o başqa. O, mən düşünürəm ki, xüsusi bir xarakter lazımdır ki, o böyük-kiçik yeri bilmək üçün. Deyirəm, ağac bar verici başını aşağı əyər ən gözəl xarakterlərdəndir və düşünürəm ki, təkəbbür insanı yalnız geriyə çəkər. Siz də hər zaman bu sözü təsdiqlənmişsiniz. Hal-hazırda ümumiyyətlə televiziyanın ayrılmaz hissəsi olan reklamlara keçid alarıq. Amma qısa reklam olacaq. 2 dəqiqə, 2 dəqiqə yarımdan dərhal sonra qaldığımız yerdən davam edəcəyik. Daha da gözəl formada qaldığımız yerdən davam edib suallarımı və sizdən gələn sualları mütəxəssislərimizi səsləndirməyə çalışacağım. Odur ki, izləmədə qalın. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. İzləyicilərdən gələn sualları da özümdə qeyd edirəm və öz suallarımdan dərhal sonra sizin də suallarınızı ünvanlandırmağa çalışacağam. Amma yenə də qeyd eləməyim mütləqdir ki, mütəxəssislərimizin hər birinin sosial şəbəkə adresləri, koordinatları qeyd olunan titrdə yazılıdır. Mən də şifahi olaraq gedişatda səsləndirəcəm və suallara keçid almaq istəyirəm. Sayət xanım, hansı ki artıq uzun illərdir ki, tibb sahəsindəsiz və uzun illərdir geniş təcrübəyə malik olaraq bir istəyəcəm illər öncəsindən müqayisədə indini qeyd eləyək. İllər öncə bu qədər uşaqlara defektoloji problemlər, autizm, bizim vaxtımızda bir uşaq olan 90-larda, 80-lərdə bu autizm spektr pozuntusu, bu diaqnoz yox idi ümumiyyətlə. Amma hal-hazırda məlumatları yox idi insanların 2000-ci ilə qədər. Yəni o vaxtlarda autizm var idi? Yox idi, yox. Hə, bir də bunu bir açıqlayaq, bir də müqayisə eləyək. Çünki dediniz, məlumatı yox idi, yəni məlumat yox idi deyə diaqnoz qoya bilmirdilər, yoxsa ümumiyyətlə elə bir sindrom yox idi həmin dönəmdə? Elə bir sindrom demək olar ki, bizim ölkədə vəbşə yox idi, olmayıbdı. O, əqli problemli uşaqlar olubdur. Autizm kəkələyən uşaqlar var idi maksimum. Ən çox nitq qüsurlarından kəkələyən uşaqlar olubdur. O da ya irsi olubdur, ya da qorxudan olubdur. Demək, fərq nədir? Əvvəllər məsəl üçün güclü təlim vardı, sosial şəbəkələr yox idi. Uşaqlar ancaq elmlə məşğul olurdu, kitab bağlılığı var idi, valideynlərlə uşaqların təması çox sıx idi. Məsəl üçün biz dərsə bütün günü dərsə hazırlaşırdıq, sonra məktəbə gedir, məktəbdən qayıdan kimi elmə o qədər həvəsimiz var idi ki, bəzən şəxsən mən özümdən deyirəm, yemək yeməmiş kitab dəftərə sevgimiz müəllimlərimizə elmə o qədər böyükdür ki, biz yemək yemədən həvəslə açırdıq onu,
İndi qiymət telefonla yeyirlər. Televizorun özünə çox böyük əhəmiyyəti var idi. Uşaq verilişləri var idi mi? Yadınızdadırmı? Hətta nə vaxt yatmalı idi uşaqlar, şirin balalar, Spakoyno Noçi malışı vardı. İndi uşaqlar saat 1-də, 2-də yatırlar. Telefondan əl çəkmirlər. Sonra sosiallaşma çox geniş idi. Uşaqlar həyətdə, qonşular düşürdülər bir yerdə. Məsəl üçün, o qədər gözəl oyunlar oynayırdılar ki, heç indi o mərkəzlərə, nə bilim, mütəxəssislərə ehtiyac yox idi. Uşaqlar özlərinə elə böyük bir mütəxəssis idilər. Dostlarla birlikdə. Dostları ilə birlikdə. Lazım deyil idi, gərək deyil idi. Sonra ekologiyanın çox böyük təsiri var idi. Təmiz hava, sonra orqanik qidalar. İndi gəlin əvvəlki zamanla indiki zamanı gəlin müqayisə edək. Demək, uşaqlar həyətə düşmürlər. Qohum-əqrabaya getmirlər. Ancaq aludə olurlar telefona, televizora, sosial şəbəkələrə. Orada da nə göstərirlər? Demək, lazımsız multiklər, spesial rus dilində də olsa, spesial hansısa firmada ya nədir, insanları şuur altını körlamaq üçün, uşaqları körlamaq üçün məxsusi oyunda multiklər çəkirlər. O multiklər uşaqların tərbiyəsinə, davranışına, emosional hərəkətlərinə, hər şeyə təsir eləyir. İkinci bir tərəfdən, məsəl üçün, orada əvvəlki cizgi filmlərə baxsaq, orada qəşəng illüstrasiya, qəşəng ardıcıl, yavaş nitq vardı. İndiki cizgi filmdə qeyri-adi, əcaib səslər, əcaib musiqilər. Sonra televiziyamıza gələk. Televiziyamızda hansı uşaq verilişləri var? Televiziyamızda hansı mentalitetə aid tərbiyəvi hansı söhbətdən, hansı verilişdən gedə bilər. Ancaq ailə münaqişələri göstərilir. İnsanlar ancaq o verilişlərə baxır. Normal verilişlər varmı və ona baxırlarmı? Məsəl üçün, mən sizin televiziyanı nəyə görə sevirəm? Bax, tamamilə o yöndə sizin verilişiniz yoxdur. Hamısı tərbiyəvidir. Bütün mütəxəssisləri məsəl üçün çağırırsınız, onların fikirlərini deyirsiniz. Maarifləndiricisi. Televiziya nədir? Bizim güzgümüzdür, maarifləndirici olmalıdır. Amma bizim televiziyalarımız bərbad gündədir. Buna açıq deyək. Onların deməyə ehtiyac yoxdur. Biz də tərbiyəmizi hardan götürürük? Televiziyalardan. Televiziyadan götürürük, evdən götürürük. Bilirsiniz, geyim özü mədəniyyətdir, danışıq özü mədəniyyətdir. Biz mədəniyyəti, elmi, davranışımızı, hərəkətimizi belə müəllimlərimizdən öyrənmişik. Kimə oxşamaq istəyim? Filan müəlliməyə oxşamaq istəmişik. Onun yolunu davam eləmək istəmişik. Məsəl üçün, filan müəllim olacam, filan həkim olacam, nə bilim nə. İndi nəyə baxırlar? Kimin yolundan gedirlər? Bərbaddır. Bu da bir tərəfdən acınacaqlı bir haldır. İndiki zamanda ümumiyyətlə uşaq tərbiyə eləmək də çox. Məsəl üçün, mən halımıza ağlayıram. Mənim işim uşaqlarla olduğuna görə heyf o uşaqlarımızdan ki, uşaqlar dünyaya təmiz gəlirlər, saf gəlirlər. Uşaqların tərbiyəsini də pozan özümüzük, uşaqların düzgün yolda getməməyinin səbəbi də böyüklər özləridir. Mən tamamilə razıyam sizin fikirlərinizlə. Doğrudan da çox böyük bir doğru olan şeyləri deyirsiniz. Çünki mən də o dövranın adamıyam. Amma bir şey deyim ki, sizə bayaq dediyiniz kimi o telefonda bəzi şeylər baxırlar. Hər bir telefonda və iPadda, amma deyim, və hansısa bir cihazda orada alanda heç kim oxumur, orada yazılır bəzi şeylər. Əslində mən onu başdan ayağa qədər oxumuşam. Çünki mən 13 yaşında Vayna Emir deyilən bir kitablar var, neçə tomlardan ibarət, hamısını da oxumuşam. Məni məcbur ediblər əslində. Deyiblər ki, oxu ki, sən düzgün fikirləşirsən, düşüncənin düz olsun. Bəli? Tolstoydur məncə, yadımdan çıxmayıbsa. Yox, Lev Tolstoydur bu. Yəni ki, belə deyim, orada yazılan bir gözəl bir söz var ki, uşaqlarınıza bunu verməmişdən qabaq, orada dayanan ograniçeniya var.
siz onu qoyursunuzsa, o uşaq Məhdudiyyət var. bəli, məhdudiyyət var. Uşaq o başqa bir şey baxa bilməz. Onu da qoymurlar, verirlər ki, canını qutarsın. Problem deməli tək uşaqlarda deyil. Yəni mən bunu qeyd edeyim ki, mən də bir valideynəm də, yəni mən belə deyək də 3 qız atasıyam. Bu zarafat gəlməsin, Allah bütün balaları saxlasın. Hə, yəni mən belə deyim də, mən qarışmıram da, yəni mən atayam. Mənə hörmət olunur, mən hörmətimi saxlayıram, düzdür, ana ilə daha yaxındılar. Amma o uşaq belə deyim də, qız sevgisi ata kimi təbii ki görürəm. Və mən onu götürəndə, ümumiyyətlə təbii ki də indi belə deyək də, iPad, iPhone vaxtlarıdır da, dövranıdır. O görə neçə ilə qoydum ora ki, yəni buna aid olmayan, hətta mən sizə deyim ki, mən bugünkü gündə YouTube-a öz mahnıları eləyəndə, orada yazır ki, bu kontekt 18 yaş üçündür, ya yox. Hətta yoxlayışa göndərir və ondan sonra da qayıdır mənə deyir ki, yox, bu 18 yaşdan sonra baxmaq üçündür. O nəyə görə olunur? Çünki orada gərək valideyn nəzarət eləməli ki, sənin uşağın nəyə baxır, sənin uşağın hansı informasiyanı götürür. Hətta deyim ki, uşaq evdə olan münasibəti də psixoloji olaraq zərər gətirir. Yəni, mən bugünkü gündə heç vaxt deyə bilmərəm ki, mənim atam, anamla dalaşıblar, görməmişəm. Girirdilər otağa, gözləyirlər ki, mən yatım və ondan da sonra onlar söhbət edirdilər öz aralarında. Özdə belə yox, bir-birini öldürürdülər, qışqırırdılar, belə mədəni şəkildə. Amma indiki zamanədə necədir? Uşaqların yanında. Uşaqların yanında kimsə kimisə vurur, kimsə kimisə dağıdır, kimsə kimisə öldürür, canını alır. Bilirsiniz, bunların hamısı, bu ikinci, üçüncü məsələ. Keçdi bu, mən yəni biraz çalışıram, qısa danışım, amma doğrudan da çox uzun bir mövzudur. Gəlin açıq danışaq. O vaxtlarda bu qədər kimsə kimisə öldürüb, kimsə kimisə canını alıb, kimsə kimisə bıçaqlı, bu qədər informasiya var idimi? O lazımsız şeylərdir əslində. Bu təbii ki, bu həyatdır. Burada qəza da ola bilər, kimsə kimisə öldürə də bilər, kimsə oğru da girə bilər. Bu həyatdır. Təbii ki, bu həmişə də olub. Sadəcə olaraq mən düşünürəm ki, sosial şəbəkələrdə informasiya cəhətdən bunu göstərmək lazım deyil, efirə çıxartmaq lazım deyil. Bu ən böyük bir şey odur ki, yəni nəyə lazımdır? Aqressiya nədən başlayır ki, filan kəs götürdü, tutaq ki, Allah eləməsin, amma bu hallar bəzi hallarda baş verir ki, gəlib öz uşağın arvadını öldürüb. Var elə, psixoloji xəstə adamdır, gəlib öldürüb. İndi biz bunu niyə bilməliyik? Siz təsəvvür edin ki, kimsə baxır, bunu da götürür özünə və psixoloji orada yerləşir, sonra onu hansı bir sadə situasiyada o yadına düşür, onu hərəkəti davam eləyir və yaxud da təkrarlayır. Biz ümumiyyətlə dəyərli redaktorumuz telefondan keçdiyi sosial mövzulara girdi və günümüzdə çox aktual olan mövzulara həqiqətən daxil olduq. Çox təəssüf ki, hal-hazırda uşaqlar o qədər gərəksiz yerə inkişaf eləyiblər ki, hətta sosial şəbəkələrdə valideynlərin telefonundan belə girib nələrəsə onların yaşına uyğun olmayan video çarxlara və yaxud da görüntülərə baxmağa daha çox meyillidirlər sanki. Bu da başqa bir tərəfdən psixoloji bir amildir. Ümumiyyətlə məhdudiyyət öz yerində, amma nəzarət mütləq ki, vacibdir uşaqlar üzərində. Hər zaman demişik və deyirik də, uşaqlar bizim gələcəyimizi və uşaqların sağlam şəkildə, bax elə Sabir bəyin sözünə qüvvət, sağlam psixoloji ab-havada, psixoloji durumda yaşamasına biz valideynlər də cəmiyyət olaraq da bacardığımız qədər o şəraiti yaratmağa çalışmalıyıq. Hətta parklarda çox təəssüf ki, uşaqlara müəyyən valideyn tərəfdən, dayəsi tərəfdən şiddəti görürük, ona belə susmamalıyıq. Bu da bir tərəfdən bəzi hallarda düşünürük ki, valideynidir, özü bilər, amma burada bir sosial qınağın əlavə olunması düşünən vacib bir amildir. Bu xüsusda mən bu haqda bir informasiya qeyd eləməliyəm ki, unutmayaq ki, hər birimiz hər bir uşağın yaşaması, öyrənməsi, fikrini azacaq ifadə eləməsi və zorakılıq hüquqlarının qorunması da vacib bir əhəmiyyət kəsb edir ki, bu hüquqların qorunmaq təkcə dövlətin deyil, bütün cəmiyyətin hər bir valideynin məsuliyyətindədir. Ölkəmizdə bu səviyyədə, yəni bu mövzuları dövlət səviyyəsində bu yöndə müvafiq işlər aparılır və bu gün də bu müvafiq işlər aparılır ki, biz də elə kütləvi informasiya vasitəsinin başında dayanan televiziyalara hər zaman uşaq hüquqları ilə bağlı bacardığımız qədər izləyicilərin maariflənməsində rol oynamağa çalışırıq. Eləcə də özümüz də maariflənirik. Çünki heç kəs sığortalı deyil gələcəyindən və hər birimiz də ideal olacaq deyə bir şey yoxdur. Hər birimiz müəyyən nüansları mütəmadi olaraq izləyicilərimizdən sayəsində də elə qonaqlarımızdan öyrənmiş oluruq. Bu haqda məlumat verim ki, hər zaman deyirik, həyatda hər bir şey sadədən mürəkkəbə doğru gedir. Bura istər nitqimiz, istər psixoloji durumumuz, istər sağlamlığımız və hətta təbəssümümüz belə və uşaq vaxtı süd dişlərinin qeydinə qala bilməyən
valideynlər gələcəkdə daimi dişlərin çürük görürlər, yəni kariesli görürlər. Bax, dişlərin sağlamlığının təməli hardan başlayır? Nicat doktor, sizdən soruşmaq istəyirəm. Mən fikirləşirəm ki, yəni süd dişi belə deyək, bizə birinci verilir ki, biz düz başlayaq dişlərimizi fırçalamağa, öyrənməyə, qeydində qalmağı dişlərin. Və bunu həm valideynlər uşaqlıqdan öyrətməlidirlər öz uşaqlarına. Həm də ki, mən də ki, çox xoşuma gəlir ki, Amerikada birinci, ikinci sinifdən başlayaraq uşaqlara ayrıcasına öyrədirlər ki, floss, yəni diş sapını hər gün istifadə eləmək lazımdır. Dişlərinizi 2 dəfə yumalısınız, səhər yeməkdən sonra, gecə yatmaqdan qabaq. Yəni belə xırda bir şeydir. Bizdə niyəsə Azərbaycanda elə fikir yaranıb ki, süd dişidir, müvəqqəti bir şeydir, onu müalicə eləmək lazım deyil. Mən özüm uşaq diş həkimi olmasam da, bizim klinikamızda yəni uşaq diş həkimi də var və mən həmişə öz pasientlərimə deyirəm ki, uşaqlarınızın süd dişlərini mütləq şəkildə müalicə eləyin. Çünki süd dişi bir yaşa kimi gəlməlidir və konkret bir yaşda çıxmalıdır hər bir diş. Yəni köpək dişi bir yaşda, malyarlar, yəni arxa dişlər başqa yaşda. Vaxtından tez əgər o xarab olsa deyək ki, vaxtından tez düşsə bu diş, gələcəkdə problemlər olacaq prikusda. Ona görə də ki, Azərbaycanda təəssüflər olsun ki, çox, yəni mən pasientlərdə də görürəm, insanlar arasında, bəli, yəni hamıda problem var. Diş əyrilikləri var, ya da ki, dişin çatışmamazlığı var. O yəni həm insandan asılıdır, amma həm də insanın valideynlərindən asılıdır ki, süd dişləri yəni vaxtında çıxsın. Eynən. Ona görə də mən düşünürəm ki, bizim də məqsədimiz bu istiqamətdədir və insanlara o süd dişinin nə qədər vacib olduğunu, əhəmiyyətini vurğulamış olduq. Ümumiyyətlə, diş ağız sağlamlığı çox vacibdir və hər zaman çıxışlarda qeyd olunur ki, sağlam orqanizm ağız boşluğundan başlayır. Bunu bir stomatoloq olaraq necə şərh eləyərdiniz bəs bu sözü? Ümumi olaraq ağız boşluğu bizim orqanizmin güzgüsüdür və yəni dişin rəngindən, yumuşaq toxumaların rəngindən, teksturasından biz çox şey başa düşə bilərik. Orqanizmdə nə proseslər gedir. Yəni şəkər xəstəliyi olsun, böyrək xəstəlikləri olsun. Hətta böyrək xəstəliyi belə düşə bilinir. Bəli, bilinir. Yəni dilin rəngindən, damağın vəziyyətindən onların hamısını başa düşmək olur. Həm də ki, deyək ki, bizdə dişin hansısa diş çatışmır, çeynəmədə problem var. O deməkdir ki, gələcəkdə mədə ilə problem olacaq, qastritə yazvaya gətirib çıxarda bilər. Çünki biz çeyniyirik, yeməyi biz yaxşı çeynəməliyik ki, rahat həzm olunsun. Ona görə də dişin bir tərəfdən də əlavəsini mən eləyim ki, dişlər hətta bizim nitqimizə belə təsir göstərir, hə Sayad xanım? Nitqimizə belə təsir göstərir. Hətta bunu dəyərli sənətçilərimiz də özləri yəqin müəyyən qədər hiss eləyir. Düzdür, mən deyə bilmərəm. Biz uşaqlıqdan 2 dəfə dişimizi təmizləyirik, bir səhər, bir axşam, o heç. Amma valla mən müəyyən qədər yaşa çatmışam. Təbii ki, yaş gedikcə saçdan da problem olur, dişdən də problem olur. Amma yaşa dolduqca da indi artıq 18-19 yaşında uşaqların dişi problemi. Ola bilər, amma mən o deyilmə süd dişi ilə. Valla mənim süd dişlərim çıxırdı uşaqlıqda. İndi düzdür, bilmirəm, bəlkə zamanla mı bu olur, yoxsa nə bilməm, heç bir problem, düzdür, ağrı verirdi. İndi o vaxtları biz bunu yaşamışıq, keçmişik, düzdür, gelmişik həkimə, nəsə baxıblar, deyiblər ki, süd dişidir də, tutardı, getdi. Amma belə, yəni dəqiqlik yox, indi də moddadır da, vinir qoymağa, belə deyə də, vinir. Heç mən elə bir öz dişi gözəldir, amma vinir eləyir yenə də. Yox, mən məcburiyyət qarşısında elədim, çünki mən ümumiyyətlə belə deyək də, biraz sigaret belə deyək də, istifadə edildim. Zərər verdi dişlərdən, yəni tütün istifadə eləyənəm. Amma ona baxmayaraq, mənim əslində bir an nəydən olub, mən bir uzun müddət 2010-cu ildə komada olmuşam, 96 gün. Ondan sonra mənim canımdan problemim yaranıb, yəni saçım da tökülmə, dişlə də problem yaranıb. Çünki mən belə deyək də, klinik ölüm deyirlər də ona.
96 gündə də az deyil. Nədən olmuşdu ki o? Olmuşdu da, indi həyatda da olur. Reklamda deyərsən. Deyərəm sizə. Hə, ondan sonra da mən məcburiyyət qarşısında vinir qoymuşam bu yaxınlarda, amma elə bir qoymuşam ki, heç kim deyə bilməz ki, məndə vinirdir. Öz təbii düşünüz kimidir. İndi reklam fasiləsində necə tutaqdır, canlı konsultasiya eləyər. Amma təbii öz işlərinizə bənzəyir, çox gözəl də görünür. Mən istəmirəm də o ağappaq eləmək, o biraz mənim üçün deyil. Düzdür, hər insan özünə aiddir, seçim özünə. Amma mən elə bir dişlər eləmişəm ki, yəni ki, öz dişim kimi olsun. Çox gözəl. Dediyiniz həmin o vinir mövzularıdır, dişlərin həddindən artıq ağardılması prosedurlarıdır. Bunlarla bağlı əhatəli Nicat doktorla müzakirə edəcəyik, amma fasiləmizdən dərhal sonra izləmədə qalın əziz və dəyərli izləyicilər. Charleston'du çəkmələri, qollarında döymələri, xatırladır mənə nələri, köhnələri, o kişiləri. Charleston'du çəkmələri, qollarında döymələri, xatırladır mənə nələri, köhnələri, o kişiləri. Bala bala çal yavaş yavaş, yol verin gəlir qaqaş. Bala bala çal yavaş yavaş, yol verin gəlir qaqaş. Hardadır Bakı şanıları, hasara alıblar bağları. Hardadır Bakı şanıları, hasara alıblar bağları. Gedib Abşeron qumları, həzri əsib tufan olub. Gedib Abşeron qumları, yağış yağıb leysan olub. Bala bala çal yavaş yavaş, yol verin gəlir qaqaş. Bala bala çal yavaş yavaş, yol verin gəlir qaqaş. Vay vay! Vay vay! Vaxta gəlir yerini tapar, elə yaşa ki rəhmət apar. Toxunacdan nə xəbəri var, ruzumuz Allah'tan olur. Vaxta gəlir yerini tapar, elə yaşa ki rəhmət apar. Toxunacdan nə xəbəri var, ruzumuz Allah'tan olur. Bala bala çal yavaş yavaş, yol verin gəlir qaqaş. Bala bala çal yavaş yavaş, yol verin gəlir qaqaş. Vay vay, qaqaş gəlir. Təşəkkürlər. Minnətdaram. Yenə oynatmış üçün studiyanı, kadr arkasını. Bilsən bu mahnı necə klip düşündüm, Sabir? Belə samavar çayın qırağında belə bakinski keptalar olur. 100%. Bu hava çox aerodrom keptalar. Çox əslində aerodrom bir an var idi, amma mən deyərdim ki, bu belə deyək də bizim o Bakının havasını verir də. Bu doğrudan da az qalıb, amma çatdıra bilmişsiniz amma. Çatdıra bilmişim. Mən nəsə bilirəm, onu düşündüm. Niyə belə klip çəkmirsiniz? Valla mən az çəkirsiniz, yəni az. Mən belə deyim də, gəlin bayaq sosial şəbəkələrdən danışırdıq. Bugünkü gündə aktual deyil axı klip çəkmək. Bugün aktualdır ki, teaser çəkəsən. Min şükür Allaha, mən keçən il eləmişdim.
Rafael İskəndərovla bizim sevimlimiz Rafael müəllim minnətdarlığımı bildirirəm. Böyük dəstək verdi mənə, doğrudan da bir qardaşlıq, yoldaşlıq elədi. Bir teaser çəkdi, Ənvər Sadıxov eləmişdi aranjmanı Qaytağı qrupu ilə. Bəli, minnətdarlıq bildirirəm onun dəstəklərinə. Elə başda Ənvər müəllimdən, elə Abbas Bağırova da minnətdarlıq bildirirəm ki, bu layihə mənim biraz belə deyək də motivasiya verdilər mənə. Və mən bir teaser elədim. Ən qaymaqlarla işləmişsiniz həmişə kimi. Əslində bilirsiniz necədir? Belə deyək də mən bir musiqiçi olaraq, bir ifaçı olaraq mən doğrudan da bugün sevinirəm ki, yəni mən belə deyək də Rafiq Babayev kimi insanı görmüşəm, Tofiq Quliyev kimi insanı görmüşəm, Mirzə Babayev kimi insanı görmüşəm, yəni Müslüm Maqomayev kimi insanları görmüşəm. Yəni bu zarafat deyil, bu doğrudan da musiqi tarixində qızıl hərflərlə yazılan adlardır. Başa düşürsüz və mən belə deyək də bugün sevinirəm ki, Allah mənə bunu qismət eləyib ki, belə bir insanlarla, belə bir şəxsiyyətlərlə mən yəni tanışam, yoldaşam, yəni bilirsiniz, o bayaq xatırladığınız kimi, çünki mən həmişə öz böyük-kiçik yerimi bilmişəm və ümumiyyətlə həyatda yerimi bilən bir insanam. Bu dediyiniz təcrübələr çox unikal bir təcrübədir və düşünürəm ki, bu sizin sənətinizə də çox gözəl yansıyır. Əslində deyəcəyim sualın cavabını düşünürəm vermiş oldunuz. Hansı ki, biz sizin efirə hazırlaşarkən, keçən efirdə də belə idi, bu efirdə də belə idi. Ümumiyyətlə belədir ki, Google platformasında ümumiyyətlə müğənnilərlə bağlı, sənət insanlarla bağlı axtarışa verilir ki, yeni məlumat tapmaq üçün, yeniliklərlə bağlı məlumat əldə etmək üçün ki, informasiyanız olsun. Sizin yeganə sənətçilərimizdənsiniz ki, nadir ifaçılarımızdansınız ki, heç bir qalmaqalda adınız heç o hallanmayıb. Google üzərindən belə axtarışa veririk, heç bir, yəni fake, real, heç bir qalmaqal olmuyor. Bilirsiniz, çünki mən bayaq yenə də sosial şəbəkələrə və ümumiyyətlə o mövzuya toxunacam. Mən müğənniyəmsə, mən musiqi nümayəndəsiyəmsə, mən nə gətirməliyəm, yəni cəmiyyətin gözünə? Musiqi, mədəniyyət. Bilirsiniz, tutaq ki, biz həmişə baxmışıq da uşaqlıqda hansısa bir müğənnilərə, xaricilərə və s. özümüzü hətta oxşamaq istəyirik onlara. Bugünkü gündə insan mədəniyyət nümayəndəsi nə gətirməlidir cəmiyyətə? Mədəniyyətini. Əlbəttə. Bugünkü gündə mədəniyyət insanı tutaq ki, gələn nəsilə nə göstərməlidir? Yenə də mədəniyyət. Çox təəssüf ki, axır vaxtlar mən özüm də bu gələn cavan ifaçılarda məndən başqa bir pokoleniyada olanları mən görmürəm. Bilirsiniz, mən bir cavan, deyim də hardasa 2007-2006-da bir mahnı ifa eləmişdim. Çox populyar idi o an. Allah rəhmət eləsin, bizim sənətkar, böyük bir sənətkarımızı Canbaşır Məmmədov. Hansının yanında mən böyümüşəm və mənə çox şey öyrədib. Mən gəlmişdim bir dəfə bir məclisə, belə gəlmişdim, adam özündən gedir, axı səni hamı istəyir, hamı. O gəldim, girdim o şənlik olan bir yerə, sonra da durub oxuyandan sonra çəkdim mənə, qırdı, oğlum bura gəl. Deyirəm, buyurun Canbaşır Məmməd, mən də onun yanında böyümüşəm demək olar. Deyir ki, sən birinci növbədə bura girəndə, sən gəlib musiqiçilərlə salamlaşmalısan, mənə salamlaşmalısan, sonra gəlib öz yerində oturub, sonra qayıtmalısan gələn səhnəyə. Mən deyirəm ki, bəli, baş üstə Canbaşır. O vaxtları ola bilər, uşaq olarkən onu başa düşmürdüm, amma bugün başa düşürəm. Ki, bilirsiniz, örgədən olub. Amma bugün, valla deyirsən, xətrinədir, deyirsən, nə işim var oyna. Yaxşı, mənim işim olmasın. Sənin işin olmasın. Bu yaxınlarda bir verilişdə də bu mövzuya toxunmuşdum ki, yəni bizim böyüklərimiz var da, bunlar niyə danışmırlar, niyə demirlər? Böyük xalq artistlərimiz var. Sanki meydanı boş buraxıblar. Boş buraxmayıblar. Bilirsiniz necədir? Mən düşündüm bu haqda o verilişdən sonra. Düşünürəm ki, onlar cavab almağı istəmirlər. Öz yaşına, öz samballığına görə. Amma o gələn cavaba onlar heç fikir verməməlidirlər. Onlar bizim tariximizdir, bizim mədəniyyətimizdir. Bu da var əslində, sözün əsl mənasında o böyük kiçik yeri dərk eləmək və yaxud da dediyiniz etik normaları qorumaq hər kəsə qismət olur. Bu istər sənət sahəsində, istər elə tibbi sahədə, istər elə digər sahələrdə. Bu show biznesdən danışırıqsa əgər, mən bu sualı istəyirəm, səsləndirim sizə gəlmişkən. Show biznesdə dostunuz kimdir? Ən yaxın dostunuz? Mən bayaq ad çəkdiyim, yəni Avaz Bağırovdur, mənim çox yaxın, əziz və illərlə, mən bu yaxınlarda yazmışdım, dedim ki, biz il gedikcə yoldaşlıq eləyirik, bir-birimizi daha da çox istəyirik, daha da çox bir-birimizə
belə deyək, bağlanmışıq və bir-birimizdə təzə bir belə deyək də bir hissiyat açırıq da, təzə bir moral. Mən bölüşürəm onunla. Adalət Şükürov. Yəni ən yaxın belə yoldaşlığım elədiyim insanlardır və həyatda indi yenə deyirəm, Allah rəhmət eləsin, Cavanşir müəllim idi. Yəni bu insanlarla mən zəng vurub nəsə məsləhət ala bilərəm, danışa bilərəm, bölüşə bilərəm. Çünki bilirsiniz, ümumiyyətlə bu da bir verilişlərdən birində demişdim ki, sənət adamı əslində onun qisməti odur ki, o tək qalsın. O tək yaşamalı. Bax, dediyiniz həmin o ifaçılar, sənətçilərimiz aşağı-yuxarı sizin xarakterdə olan insanlardır. Yəni sizin statusda təxmini olan insanlardır. Mən Vaxaleniyamda olan insanlardır. Düzə Adalət Şükürov bizdən yaşda böyükdür. Amma məsələn Abbasla indi biz demək olar yaşıq, düşüncəmiz eynidir. Başa düşürsünüz. Mən məsələn o günü məclis qutardı, zəng vurdum ona. Biz bir yaxındaydıq da. Mən zəng vurdum, deyirəm, nə var, nə yox, necə keçdi, belə falan. Deyirəm, icazə verərsən gəlim. Mən prəmo girmədim Şadlıq evinə ki, insan da ola bilər indi. Dedi, təbii ki, Sabir, gəl. Gəldim, yenə də qapını döyüb girdim. Bu sadəcə olaraq, bilirsiniz, gəlib qapını açmalar, bura, yəni, etik saxlamaq. Eynən. Ona görə düşünürəm ki, elə adını çəkdiyiniz dəyərli sənətçilərimiz kimi sizin adınız heç yersiz qalmaqallarda, heç aidiyyatı olmayan qalmaqallarda heç adı sallanmır. Əslində suallarım çox deyil, sualdan sualda olur həqiqətən də. Yaxşı, bir son bir sual da verim, yaxşı. Son deyəndə hələ ki bu hissənin sonunda belə deyim. Hansı yerli ulduzla duet ifa eləmək istəyirdiniz? Valla... Səmimi. Qısa və net istəyəcəm cavab. Valla o qədərdir ki, yəni gözəl bizim... Birini, ağınıza gələn bir nəfər. Mən yəqin ki, Zülfiyə xanım Babayev. Zülfiyə xanım Babayev. Yəni mən istəyərdim doğrudan da. Düzdür, mən belə təklif eləməmişdim. Eşitdi bunu efir vasitəsilə. Mən həyatından çox istədiyim bir insandır. Yəni Aygün xanım da, Tunzalə xanımdır, Röya xanımdır. Təbii ki, bunlar... Ancaq xanımlarla. Yox, yəni təklif verirsiniz ki, biz kişi dueti oxuyaq. Yox, elə xanım. O bilər əslində. Maraqlı olmaz. Xanımla bəy daha maraqlı olar həqiqətən də, amma keyfiyyətli ifasə ki... Bilirsiniz, mahnı elə bir şeydir ki, gərək mövzunu seçəsən, düzgün mövzu. Məsələn, nə qədər duet olub, nə qədər duetlər də oxunub, amma hamısı... Yaxşı, belə bir sual verim. Xarici ulduzlardan kimlə duet oxumaq istəyərdiniz? Əcnəbi. Əcnəbi. Bir insan. Ağlınıza gələ biləcək bir insan. İlk. Mən Lady Gaga. Özdə caz stilində bir şey. Çünki onun caz konserti olmuşdu. Yaxşı seçim, zövqlü seçimdir. Mən onu canlı eşitmişəm Amerikada, getmişəm, şəxsən seçmişəm. Getmişəm Amerikaya, həmən konsertə baxım. Mən gözləmədiyim bir şeylər gördüm o xanımda. Doğrudan da o caz bandla konsert vermək hər ifaçının işidir. Əlbəttə, zövqlü seçimdir. Mən düşünürəm ki, Lady Gaga da bizi eşitdi. İstəklərimizi qeydə aldı. Niyə də olmasın? Bizim istər yerli ulduzlarımız, istər var kifayət qədər çox sayda bizim xarici ölkələrdən izləyicilərimiz var. Hər birindən qucaq dolusu sevgilərimizi, hörmətlərimizi göndəririk. Biz bu arada reklam fasiləsində dəyərli stomatoloqumuz Nicat doktor belə canlı bir uzaqdan da olsa konsultasiya elədi və çox gözəl olduğunu dedi. Çox dedi, gözəl yaraşır onun dişləri. Düzdür? Sabir bəyin dişləri ilə bağlı. Uğurlu və heç süni görünmədiyini dediniz. Mənim ən sevdiyim məqam nədir? Yəni öz işlərimdə də mən çox böyük bir əhəmiyyət göstərirəm buna. Çox natural, yəni gerçəkdən çox təbii görsənir. Yəni elə bir siz gözəl dişlərdən doğulmusunuz və ən əsas effekt elə odur. Yəni mən bütün pasiyentlərdə individual yanaşmadır məndə. Yəni mən indiyə kimi yəqin ki bir 400-500 pasiyentə vinillər taxmışam və heç bir pasiyentdə vinilləri oxşar deyil. Hamı da başqa cürədir. Çünki bizə harmoniya lazımdır. Biz elementar rəngini, formasını seçəndə dərinin rənginə, saçın rənginə, gözün rənginə baxırıq. Simmetriya, asimetriya, üzün quruluşuna baxırıq. Yəni konkretno sizin кейsinizdə mənim nə xoşuma gəldi ki, bütün bu məqamları yəni baxıblar, qeyd ediblər. Həm texnikin işi çox qəşəngdir, həm də ki həkimin işi çox qəşəngdir. Mən düşünürəm ki, Nicat bəy, bildiyim qədər yəqin bu məlumatı da verəcəksiniz bizə ki, bugünkü gündə vinir qoyandan sonra yəqin ki bir qulluq da eləmək lazımdır. Və vinirin belə deyək də bir neçə də növü də olur da. Yəni biraz vinirlər olur, vinirlər olur. Bu haqqda biraz məlumat versəz mən düşünürəm ki maraqlı olar bir doktor olaraq. Vinirlərdən davam eləyək zəhmət olmasa.
Vinillər, yəni klassik vinillər var və luminirlər var. Keramikadan hazırlanır, xüsusi keramikadır. IMAX keramikası var və polifoşbat keramikası. Loru dildə isə IMAX keramikası daha möhkəmdir və uzun ömürlüdür və praktikamızda 90% biz bu keramikanı istifadə edirik. Yonmadan da vinir qoymaq olur, luminir adlandırılır. Onlar polifoşbat keramikadan hazırlanır. Yəni onun mənfi cəhəti odur ki, onun ömrü biraz daha azdır, daha tez qırılır və təəssüf ki, Azərbaycanda siz qeyd elədiyiniz kimi, yəni vinilləri taxırlar pasiyentlər, sonra yəni üstünə düşmürlər, baxmırlar nətər lazımdır. Yəni bizdə Azərbaycanda elə fikir yaranıb ki, mən bir şeyə pul vermişəmsə belə də qalmalı. İstifadə eləməliyəm axıra qədər. Bir məsələ var ki, bax elə Azərbaycan psixologiyasından davam ediriksə əgər, çox təəssüf ki, sanki diş sağlamlığı ikinci plana keçir, vizuallıq birinci plana. Yəni vizual görünüşə daha çox önəm verir insanlar günümüzdə, nəinki diş sağlamlığına. İstəyirlər ki, gözəl təbəssümlər olsun, amma arxa dişlər o qədər də vacib deyil kimisindən düşür. Əsas odur ki, gözəl təbəssüm olsun, bu ön dişlərim gözəl olsun. Nə qədər düzgün yanaşmadır bu? Yəni təəssüf ki, yəni misal çəkim, bir bina olsun, qəzalı bina olsun, avariyli bina olsun, üstünə gözəl bir fasad diksələr, gözəl görsənəcək. Amma 1-2 ildən sonra o bina dağıla bilər. Eyni də dişlərdə biz gözəl örtü eləyə bilərik, möhtəşəm vinir eləyə bilərik, kompozit restavrasiyalar eləyə bilərik. Amma biz əgər sağlamlığına, dişin sağlamlığına baxmırıqsa, əlbəttə ki, o estetikada uzun olmayacaq. Yəni mənim yanıma çox pasiyentlər gəlir ki, mən sadəcə ağartmaq istəyirəm, başqa heç nə eləmək istəmirəm. Mən belə pasiyentləri qəbul eləmirəm. Çünki birinci sağlamlıq önəmlidir. Hərəm mən estetik stomatoloqam da əsasən. Birinci sağlamlıq və ondan sonra əlbəttə ki, öz-özünə o estetika gələcək, əgər dişlər sağlamdırsa. Sizin təqdimatınızda estetik ortopedik stomatoloq qeyd elədim. Bunu bir sadə dildə bizə və izləyicilərə izah eləsəz. Ortopedik stomatoloq nədir? Yəni ortopediya stomatologiyadır. Biz dişin qüsurunu bərpa eləməyə çalışırıq. Ortopedik konstruksiyalarla. Vinir olsun, diş qapağı olsun, yəni diş tacı olsun, inlaylar, onlaylar olsun, overlaylar olsun. Biz bundan bərpa edirik. Ortopedik stomatoloq həm də ki, estetik stomatoloq ola bilər. Estetik stomatoloq mən dediyim kimi harmoniyanı biz qaytarmaq istəyirik ki, təbəssüm gözəl olsun. Yəni ortopediya ilə estetik stomatologiya yəni 21-ci əsrdə bir-birinə çox yaxın təmasda olan bir stomatologiyanın da bir yöndür. Stomatologiya ümumiyyətlə bütün dünyada olduğu kimi Azərbaycanda çox sürətli inkişaf eləyir və hansı yeniliklər var sırf estetik stomatologiyada ki, Azərbaycanda o yeniliklər tətbiq olunur? Elə sizin klinikanızda və yaxud da kolleqalarınızda? Sevindirici haldır ki, yəni biz Avropadan, Amerikadan gerçəkdən geridə qalmırıq. Yəni elə şeylər var ki, sözün düzü Avropada elə ölkələr var ki, mən özüm getmişəm konferanslara, görmüşəm ki, Azərbaycanda elə şeylər var ki, bir neçə Avropa ölkələrində yoxdur. Yəni 3D dizayn olsun, smile dizayn olsun. Yəni pasiyentlər öncədən dişlərə biz toxunmadan həm kompüterdə biz üzü skan eləyib göstərə bilərik pasiyentə ki, necə görsənəcək dişlərimiz. Yonmadan dişlərin üstündəki mock-up eləyə bilərik. 3D printerlə laboratoriyada hazırlanır. Biz plasmasları ağıza taxırıq, pasiyent gedir. Biz nəyə görə lazımdır? Biri var ki, siz gəldiniz deyək ki, diş həkiminin yanına sizə plasmasları mock-up, yəni gələcək təbəssümümüzü taxdıq. Baxdınız, biz çıxartdıq. Hə ya yox deməlisiz bu dəqiqə. Biri də var ki, evə getdiniz, rəfiqələrinizlə məsləhətləşdiniz, ailəvinizlə və s. Yəni bu çox önəmli bir məqamdır. Azərbaycanda olduğuna görə yəni estetik stomatologiya həddindən çox irəli gedib. Əslində diş bərpası və vinir, bunların arasında müəyyən fərqlər də var. Kimlərə ümumiyyətlə diş bərpası, kimlərə isə vinir tətbiq eləmək olar və vinirlə bağlı hələ də günümüzdə insanlar arasında doğru bilinən yanlışlar, yəni miflər çoxdur. Hansı ki, öz dişlərini, yəni özümüz dişlərimiz zədələnir, müəyyən zədə görür, daha sonra zədə bərpa olunmaya bilir. Vinirlərlə bağlı nə kimi miflər var xalqımızda? Təəssüflər olsun ki, yəni
müasir stomatologiyada bizdə minimal invaziv metoddur. Biz dişləri bərpa edəndə və vinirlərdə dişlər 0.3 mm yonulur. Yəni A4 kağızını götürsək, büksək, o qalınlıqda diş yonu olur. Hərdən olur ki, mən dediyim kimi, əgər dişlər balacadırsa, diastema tremalar, yəni loru dildə dişlərin arasında məsafə varsa, onları biz dişləri yonmadan da bərpa edə bilərik. Və əgər həkim və diş texniki işini mükəmməl görübsə, dişlərdə nə bir ağrı ola bilər, diş qopa bilməz. Əgər adheziv protokolu biz düz şəkildə yerinə yetirsək, yəni miflər var ki, müğənni getdi, deyək ki, viniri qoydu, mikrofon dəydi, vinir düşdü. Elə şey imkansızdır. Yəni mən özüm viniri taxsam, istəsəm belə mən o viniri çıxarda bilmərəm sonra. Mən onu sıfıra yonmalıyam. Çünki kimyəvi reaksiyaya girir vinirlər, dişlə bir olur. Bərpaya gəldikdə isə, yəni bərpa nədir? Plombdur sadəcə. Estetik plombdur, hansı ki, qabaq dişlərə biz, həm də ki, arxa dişlərə biz taxa bilərik. Кейsdən asılıdır. Yəni, elə pasiyent olur ki, gəlir ki, balaca bir nöqtə var dişində, vinir qoymaq istəyir. Mən kompozit restavrasiya edirəm, pasiyent gəzir bir neçə vaxtı. Sadəcə, əsas fərq nədir? Kompozit restavrasiya bu müvəqqəti bir şeydir, çünki rəngini onsuz da dəyişəcək bir neçə zamandan sonra. Vinir isə, onlar demək ki, bir dəfəlik çözümdür, çünki rəngini dəyişmir. Arxa dişlərdə plomb rəngini dəyişsin, fərqi yoxdur. Qabaq dişdə, yəni yarım ton dəyişsə belə, pasiyentin sırası gözünə girir. Danışmaq, gülmək, bir ara dəbdə idi ya, Hollywood gülüşü. Hamı deyirdi, mən Hollywood gülüşü, tam bəyaz dişlərim olsun, Hollywood sayağı təbəssümü olsun. Yəni, nə qədər dəbdədir bu? Bu Hollywood təbəssümü hər kəsə ümumiyyətlə uyğundurmu və hal-hazırda o ağ dişlər nə qədər dəbdədir? Siz filmləri izləyəndə fikir verə bilərsiniz ki, artıq aktyorların çoxunda, Hollywood aktyorların çoxunda ağ dişlər, ağ vinirlər, anormal ağ vinirlər, hamısı eyni, cirol saqqızlarına bir-bir oxşayanlar. Onlar artıq yoxdur. Hamı kim vaxtı ilə taxıb dəbdə olub o, hamı dəyişib təbii vinirlərə keçiblər. Məncə bu yanlışdır. Copy-paste mexanizmi olmamalıdır. Vinir, ruslar demiş ki, avtorski onlar olmalıdır. Yəni, hər pasiyent üçün individual. Həm də ki, rəngi, yəni onun formulası var. Mən elə belə demirəm ki, dəri rəngi, saç rəngi, göz rəngi. Onların hamısını biz toplayıb bir rəng çıxartmalıyıq. Çünki deyək ki, mənim yanıma Ukraynadan, Rusiyadan pasiyentlər gəlir, yanıma əcnəbilər gəlir, Azərbaycanlılar gəlir. Hamıya mən eyni rəngdə dişlər eləyə bilmərəm. Çünki deyək ki, ən sarı dişlər zəncilərdə olur. Amma onların dəriləri qaradır deyə, onların dişləri daha ağ görsənir. Halbuki ən ağ dişlər skandinavlardadır, amma onlarda o çox ağ görsənmir. Çünki dəriləri, rəngləri, bəli. Sayıq xanım, dişlərinizdən razısınızmı? Belə. Nəsə narazılığınız varsa, öncə doktor yanınızda. Öz dişlərinizdir, yoxsa? Mən də buradan görürəm, isə qəşəng görürsən dişləriniz. Yarısı özümünküdür, yarısı köməkçidir. Hə, çox gözəl, amma deyim ki, sizə çox gözəl də görünür kənarda. Nəsə bir şikayət varsa, yəni doktorumuz yanımızdadır. Hər anda, ümumiyyətlə sizin özünüzdə də dişlər çox vacibdir. Çünki tələffüzdə, mütəmadi uşaqlarla, ünsiyyətdə, bu uşaqlarla bağlı. Dişimizi göstər, ağzımızı açanda mütləq dilimizi göstərəndə dil hərəkətlərini mütləq bir onların hamısı. Mütləq lazımdır. Hə, əsas baxımlı olmaq lazımdır. Qulluq vacibdir. İndi qulluqdan stomatoloji tərəfindən danışacağıq, amma istəyəcəm elə uşaqlardan danışmışkən autizmlə bağlı danışaq. Hansı ki, autizm günümüzdə ümumiyyətlə əsrimizin çox yayğın problemindəndir, sindrom olaraq çox gördüyümüz və çox yayğın hala gəlib çatmış və insanlar arasında doğru bilinən yanlışların çox olduğu, miflərin çox olduğu informasiyalardandır, mövzulardandır. Siz də gündəlik onlarla, insanlarla, onlarla autizm spektrına əziyyət çəkən insanlarla, uşaqlarla ünsiyyətdə olursunuz. Bunun ilkin diaqnostik dəyərləndirməsini neçə yaşdan etibarən bilmək olar valideynlərə səslənsin? Demək, əvvəlki zamanlarda istər həkimlər, istər mütəxəssislər deyirlər ki, 3 yaşında mütləq qoyulsun.
Amma 3 yaşında artıq gecdir. Çünki indiki zamanda autizm spektri yaş yarımından sonra biruzə verməyə başlayır. Ona görə 2 yaşından gec olmamaq şərti ilə mütləq yaxında yerləşən psixiatra, sonra nevroloqa, pediatra müraciət etmək lazımdır. Onlar diaqnostikanı eləyəndən sonra mütəxəssislərə göndərmək lazımdır ki, məsəl üçün bunda bu problem var. Mütləq mütəxəssisə, özünüzün seçdiyiniz, tanıdığınız mütəxəssisə müraciət etməlisiniz. Bayaq dişlərdən danışdıq. Autizm uşaqların da dişlərində müəyyən analoji problemlər, qüsurlar olur, səhv eləmirəmsə, düzdürmü? Diş problemi onsuz da hər kəsdə olur. Ən çox uşaqlarda nəyə görə diş problemi olur? Onlar soskadan çox istifadə edirlər, əmzikdən çox istifadə edirlər. Sonra barmaqdan ola bilsin, çox istifadə edirlər. O da dişin inkişafını geridə qoyur və niqdə problemlər yaranır. Ümumiyyətlə, bu autizm spektr pozuntusu ilə bağlı danışsaq, burada genetik faktor nə qədər özünü büruzə verir və olubmu təcrübədə bir ailədə 2 autizmli uşaq? Məsəl üçün, əvvəllər valideynlər bizə rast gəlirdi. Məsəl üçün, bu mərkəzdə işləməmişdən qabaq tanışlar var. Məsəl üçün, ikinci uşağı dünyaya gətirməyə çox qorxurdular. Biz deyirdik ki, olmur da. Bəs bundan sonra sənə bir tipik sağlam uşaq lazımdır. Məsəl üçün, bu autistdir də. Onlar qorxurdular. Yəni, əvvəllər yox idi. Amma indi bizim təcrübəmizdə, hətta bizim mərkəzdə bir ailədə 2 dənə, 3 dənə uşağın belə autist olması var. Bizim mərkəzdə hal-hazırda var. Yəni artıq çoxalıbdır bu formada. Bir ailədə 2, hətta 3 uşaq autist ola bilir. Nitqə də təsir göstərir sözsüz ki, autizm spektr pozuntusu və autizmdə rast gəlinən daha çox hansı nitq problemləri daha çox yayğındır? Autizm problemlər ən çox fikir vermək lazımdır. Dediyim kimi, yaş yarımından sonra, 2 yaş yarımından sonra spektr pozuntusu kimi əsas göstərilir. Spektr pozuntuları da hansılardır? Spektr pozuntusu, yəni sırf autizm olmur da, biraz yüngül forması, Luru dedirsə yüngül forması olur. Onların da əlamətlərini valideynlər bilməlidir. Demək, əsas spektr pozuntusunun əlamətləri göz kontaktı demək olar ki, olmur. Pəncə üzərində yerməkləri olur, sonra... Göz kontaktı olur, yəni uşaq baxmır sizə? Baxmır öz aləmdə. Nə qədər çağırsan, o sənə baxmayacaqdır. Göz kontaktı olmur. Çağırsan reaksiya verir. Öz aləmi olur, sanki eşitmir. Hətta valideyn elə bilir ki, onda qulaq eşitmə problemi var. Sonra anlama qavraması olmur. Geyimə qarşı seçicilik olur, qidaya qarşı seçicilik olur. Toxumsal problemi. Sonra anlama qavraması olmur, diqqəti olmur. Öz həyatını yaşayır. Öz həyatını yaşayır. Elə bir ki, sanki özlərinin öz planetləri, öz tərzləri var da, səni görmürlər. Deyirlər, hətta dünyaca məşhur alimlər belə autizmlə əziyyət çəkib. Yəni, autizm üstünlükdürmü, fərqindəlikdirmi, problemdirmi? Fərqlilikdir. Yox, o deyir, məsəl üçün, Einstein'in, sonra Messi, kimlərsə hansısa bir üzgüçünün adı var, mənim onların adı yadımda deyil. Dünyaca məşhurlar. Olubdur. Axı, əslində deyir... Michael Phelps deyir redaktorumuz. Spektr pozuntusu axı əvvəllər olmayıb, hansısa bir qüsur olub da yəqin ki. Yəni bu ümumiyyətlə bərpa olunan, yəni tam məsələn autizmli uşaq tam normal uşağa, fizioloji sağlam uşağa çevrilə bilərmi? Müalicə metodikası yoxsa ömürlük bir problemdirmi? Yox, autizmlərdən sırf ağır autizmlərdən söhbət gedə bilməz ki, onlar normal həyata gedə bilərlər. O spektr pozuntuları da ki, onları erkən müdaxilə etsək, onlarda çox güclü inkişaf olur. Göz kontaktı da yaranır, hansısa anlama qavraması yaranır, sonra hansısa bir fizioloji problemi varsa, onlar da düzəlir. Hamısı korreksiya olunur. Amma erkən yaş dövründə 2 yaşından gec olmamaq şərti ilə onlarla demək, məşğul olsa, güclü mütəxəssis məşğul olsa, onlar irəli gedə bilir, hətta məktəbə gedə bilirlər. Bəs autizm uşaqların inkluziv məktəblərə daha çox gedirlər. İnklüziv təhsildən danışırsa, nə qədər və niyə bu qədər önəmlidir autizm uşaqların təhsil alması?
Əzizim, onlar da bizim insanlardır, onlar da bizim gələcəyimizdir. Hətta gələcəkdə hər ailədə bir autizm uşağın olması ehtimalı var. Bəzi hallarda autizmli uşağı normal fizioloji, normal məktəblərə, normal bağçalara istiqamətləndirirlər ki, qoy normal uşaqların içində olsun, o da. Yox, gəlin belə deyək, normal məktəblərə hələ erkəndir, o barədə çalışırlar olsun. Hələlik inklüziv məktəblərin sayı çoxalıbdır, inklüziv təhsilə yönəldirik. O da inklüziv təhsilə necə yönəlməlidir? O inkişaf varsa. Çünki orada tutaq ki, onda hansısa bir inkişaf yoxdursa, onu necə dərs prosesini poza bilər axı? Məsəl üçün, hər sinifdə bir dənə spektr pozuntusu olan uşağı qoymurlar. Korreksiya olandan sonra, inkişafdan sonra qoyurlar. Yox, artıq onlarda xeyli irəliləyiş olur. Yazmağı bacarırlar, oxumağı bacarırlar, danışmağı bacarırlar. Yəni, məktəbə hazır olurlar. Biraz fərqli olurlar da, onlardan fərqlənirlər. Autizmli uşaqların valideynləri, mən düşünürəm ki, daha da diqqətli olmalıdırlar. Ələxüsus, indi ana ata deyib ayrı seçkili eləməyəcəm. İstənilən halda valideynlər daha diqqətli olmalıdırlar. Çünki günümüzdə bu tərz problemlər çoxdur. Down sindromlu uşaqları ana bətnində bilmək olur, amma autizmli uşaqları bilinmir, deyil? Ən çətin, ağır vəziyyət odur ki, o Downları bilmək olur, ancaq bunları bilmək olmur. Və onun səbəbləri, indi səbəb deyə bilmirlər ki, nədən yaranır. Ancaq səbəbi zaten məlumdur da, demək, ekoloji tarazlığın pozulmasıdır, qidaların nə gündə olmasıdır, onların tərkibinə nələr qatırlar, Allah bilir, onların təsiri. Konservant qidaların olması. Geni dəyişilmiş qidalar deyirlər də, onların təsiri çox böyükdür. Bir də həkimlər, məsəl üçün, ana olmağa hazırlaşan, bu ən çox həkimlərin işidir, ana olmağa hazırlaşan demək, qadınlara məsləhət verməlidirlər. 2-3 il qabaq, onlar qidalarına fikir verməlidirlər, sonra yaşayış tərzdə fikir verməlidirlər ki, o orqanizm təmiz olmalıdır ki, orada ana bətni sağlam olmalıdır ki, orada sağlam uşaq dünyaya gəlsin. Çox həssas məqamlara toxunursunuz. Keçənlərdə biz keçənlərdə də hər zaman bu aktual məsələdir. Xanım hamiləliyini 3-4-cü ayda bilir. Bu da başqa bir acınacaqlı bir situasiyadır. Fasiləyə keçsək, bu artıq sosial mövzulara keçid edir. Fasiləmizdən də sonra qaldığımız yerdən davam edəcəyik. Qısa fasiləmizdən dərhal sonra sonuncu blokumuzda qaldığımız yerdən davam edirik. İzləyicilərdən gələn sualları istəyəcəm. Səsləndirim, elə autizmlə bağlı hər danışmayan, hər barmaq ucunda gəzən uşaq autizm spektr pozuntusudurmu, Sayat xanım? Xeyr, tipik uşaqlarda da biz çox rast gəlirik ki, onlar barmaq üzərində gəzirlər və bunun qarşısını almaq üçün xüsusi ortopedik ayaqqabılar var, xüsusi idman növləri var ki, onları tərk etmək olur. Məsəl üçün, özümün kömək elədiyim ev şəraitində, mərkəzdə işləməmişdən qabaq tipik uşaq edib, mən onu tərsinə yeritmişəm. Tərsinə yeritməklə belə onlar artıq tabanlarını basırlar deyə o tərk edilir. Sonra ayaqqabı, ortopedik ayaqqabı olur, onu tərk edir. Çalışdığınız mərkəzdə tipik uşaqlarla reabilitasiyalar üçün hansı şəraitlər yaradılıb? Demək, bizdə əsas autist uşaqlar olur. Demək, fərdi çalışma mənim yanıma tipik uşaqlar da gəlirlər. Mərkəzimizdə demək, spektr pozuntusu olan uşaqlara, demək, autizm uşaqlar üçün təlimlərimiz demək, pedaqojidir, loqopedikdir, xüsusi idman növüdür, tenisdir, sonra velosiped sürməkdir, beqavaya daroşka, qaçış aparatının üzərində, nə bilim, kanki kimi olur, o muzikalin olur. Onların hamısından istifadə edirlər, koçlarımız istifadə edir. Sonra onların qidası ilə, tualet təlimi ilə, hamısı ilə koçlar məşğul olur və yaxşı inkişaf nəticə görürük. Sayat xanımın bu sahədə kifayət qədər çox uzun illərə dayanlı təcrübəsi var və bunu istər akademik tərəfdən, kitablara, yazdıqları həmin o əsərlərə tökməyə çalışır, istərsə də praktik tərəfdən uşaqlar üzərində
üzərində tətbiq edib də nəticəsini görmüş oluruq. Burada çox gözəl, maraqlı bir kitab mən gördüm sizin kitablarınız arasında. Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində sosial rolların düzgün bölüşdürülməsinə dair məlumat kitabı. Hansı ki, bu çox aktual mövzudur ailələrdə. Bayaq düzdür, Səmir bəy qeyd elədi, ailələrin bizim vaxtımızda necə idi, indi necədir, müqayisə elədik, amma çox təəssüf ki, indi ailələrdə bəzi hallarda o rollar düzgün bölüşdürülmür və ya uşağın yanında olmaması mövzular müzakirə olunur, olunmayacaq aqressiyalar uşağın yanında bir-birlərinə valideynlər tərəfindən ötürülür və ən əsası boşanma halları da günümüzdə çox aktualdır və burada da şiddət görən elə məhz uşaqlar olmuş olur. Ailələrdə ən çox bizi demək incidən problemlərdən biri odur ki, ailələrin demək uşaqların yanında ailə münaqişəsi demək olur və uşaqlar oradan travma alırlar. Bir də ən yararlı yerimiz odur ki, məsəl üçün autizmli ailələrdə boşanmalar çox olur. Məsəl üçün ailəni autizmdən sonra boşanılır. Boşanmalar çox olur. Yəqin ki, uşağın müvafiq yükünü daşıya bilmirlər. Yükünü daşıya bilmirlər. Yük yalnız ananın üzərinə düşür. Hətta mərkəzlərə çox vaxt uşaqları analar gətirirlər. Analar bu işdə sanki tək olurlar. Ona görə biz bütün valideynlərə məsəl üçün ən böyük... Bax, görürsünüz, deyirsiniz, analar gətirir. Bu yazıq kişi pul qazanmalıdır. Yox, biz indi işin içində... Sabir, klasik ailədən danışırsan. Amma indi elə deyil, axı indi... Ümumiyyətlə, klasik ailə elədir ki, mən indi belə görmüşəm, belə də yaşamışam. Doğrudan, yəni pis mənada demirəm də, siz indi deyirsiniz, analar... Real deyirkiləriniz. Yəni, real odur ki, bugünkü gündə düzdür, mən öz ailəmdən danışa bilərəm ki, yəni kişi həmişə ki, pulunu qazanır. Qadın da işləyibsə, yəni də özün üçün işləyib vaxtlarda. Bu öz yerində, amma ailənin sosial yükünü bölüşdürmək. Yox, sosial yükü qadınlar da. İndiki zamanədə mən sizə deyim, adı niyə gedək? Mən, yəni mənim qardaşım var, işləyir. Siz inanırsınız ki, indiki qaydalarla, hətta mən sizə deyim ki, 15 dəqiqə vaxt verirlər ki, insan geçsin, çörəyini yesin, iş yerinə qayıtsın. Çox təəssüf ki, mən sözün aslında bu yaxınlarda belə şeyə rastlaşmışam. Bütün dünyada bu belədir. Bir alqı-satqımız var idi qardaşımla. 15 dəqiqə işdən çıxıb notariusa gəlib imza atmağa böyük bir problem yarandı onun üstündə. İnanın ki, yəni çalışır. Burada bölüşmə söhbətidir. Əgər belədirsə, bilirsiniz, bir mövzuya toxunub, o bir mövzuya keçirib, başa düşür ki, hər şey bir-birinə bağlıdır əslində. Çünki əgər kişi qazanırsa, bu ailəyə kişi zavaivateldir də, necə deyərlərdir. Buna həmişə belə olub. Kişi gəlib pulunu qazanır, gətirir evinə, yeməyidir, bazarlığıdır və s. Qadın da indi, əgər uşaq varsa, qadın təbii ki, onun tərbiyəsi ilə məşğul olmalıdır. Bizim, hətta mən deyim ki, mənim öz anam da işləyə-işləyə, vaxtlarla hakim işləyirdi mənim anam. Ona baxmayaraq öz işinə atıb və 2 dənə oğlu var idisə, ikisi ilə məşğul olub, atam da gedib öz işini görüb, necə deyim, pulunu qazanıb evinə gətirir. Mən düşünürəm ki, hər kəsin ailə anlayışı, ailə kiçik bir dövlətdir və dövlətin kiçilmiş bir modelidir və hər bir dövlətin daxili qayda qanunları olduğu kimi hər ailənin də müəyyən daxili qayda qanunları var. Amma dəyişilməz qayda budur ki, nənə var, baba var, nənələr, baba var. Amma dəyişilməz qayda bütün ailələrə şamil olan qayda budur ki, ailənin sosial məsuliyyət yükü və uşaqlar üzərində olan sosial qayğı bu bölünməlidir ata-ana arasında. Pul qazana da bilirik, qadınlar da qazanır, kişilər də qazanır günümüzdə. Əlbəttə, qadınlar da işə gedir də. Qadınlar da işləyir. Yaxşı, gəlin başqa cür baxaq. Mən düzdür, prosta mövzuya toxundum. Yaxşı, gəlin onda uğurlardan danışaq ki... Bu individual yanaşılacaq mövzudur. Bizi yetişdirən bu kişilər analardır da. Bəs deyirsiniz bölüşməlidir. Bəs bizi böyüdən kimdir? Bu qadınlardır da bizi böyüdən. Bu kişi eləyən bizi elə bu qadınlardır. Xahiş edirəm, bu mövzunu gəlin efirlərdə davam elətdirək. Bu çox dərin və bir o qədər də maraqlı bir mövzudur. Biz uğurlarımızdan danışaq da. Valideynlərimizi də sevindirək, insanlarımızı da sevindirək ki, autizm spektr pozuntusu çoxalsa belə, demək, artıq bizim bütün əhali kütləsi bu spektr pozuntusu haqqında məlumatı var.
var. Heç kim uşaqlarını gizlətmir. Çox əfsuslar olsun. Rayonlarda demək mərkəzlərə, mütəxəssislərə aparmaq demək şansları yoxdur. Hə, ona görə də mən onlara bir şans verə bilərəm ki, hə, məsəl üçün dərsliklərdən istifadə eləsinlər. Görürsünüz nə qədər qəşəng kitablar var məsəl üçün. Valideynlər də maariflənsinlər. Həm maariflənsin, həm də özləri istifadə edə bilsin. Məsəl üçün o vəsaitlərdən. Kitabların hər birinin daxilində şəxsən valideynlərin övladların üzərindəki icra edə biləcək xüsusi texnikalar da var. O texnikalardan da mütləq yararlanmalıdır valideynlər. Yararlanmalıdırlar. Keçən səfərdə unutdum o gözəl şeirlərlə əlaqədar barmaq hərəkətlərini demədim. Biraz motivasiya həm bizə olsun, həm də onlara olsun ki, yəni uşaqları inkişaf elətdirmək olar. Dil məhdudiyyətini açmaq üçün də həmin bizim bu kitabda həm korreksiya üçün, həm dilin demək inkişafı üçün, əzələlərimizin inkişafı üçün, barmaq inkişafı üçün xüsusi demək texnikalar var ki, onları istifadə etmək lazımdır ki, onların dillərində, özlərində inkişaf olsun, danışıqları səlit olsun. Mən bir neçəsini göstərim, bizə də motivasiya olsun, onların da xoşuna gəlsin. Və bunları demək, müəllimlər öz dərslərində də işlədə bilərlər. Məsəl üçün, və bu barmaq hərəkətləri fərqli olmalıdır ki, onlarda sağ-sol beyin yaxşı inkişaf eləsin. Məsəl üçün, o şeirlərdən birini mən deyim, feyziyaf ola bilərsiniz. Məsəl üçün, bişiririk bilini, çevir belə, şəkilə baxaq, bişiririk bilini, bu beynimizin sağ-sol yarımkürəsini inkişaf elətdirir. Əlbəttə, uşaqlar belə eləyəcəklər. Heç vaxt belə eləməyəcəklər. Mən də inkişaf eləyir. Təzə uşaqlara müqayisə edirəm. Bişiririk bilini, çevir belə əlini, biz onu yandırmayaq, həm də ki, ac qalmayaq. Onu yeyək qaymaqla, doymaq olmur saymaqla. Yox, qurtarmayır saymaqla. Belə. Bax, belə. Maraqlıdır. Mən də alındı. Sonra mən böyüdüm, biraz bunu çətin elədim, amma... Bizə başqa hərəkət. Bağa girdi bir kirpi. Tikanları çox iti. Dəydi əlim belinə. Tikan batdı əlimə. Görürsünüz, fərqli-fərqli. Bu əslində sıradan bir hərəkət kimi görünə bilər, amma heç də sıradan deyil. Sıradan texnikalardır. Yəni evdə uşaqlarınızı tətbiq eləyə bilərsiniz. Bir tərəfdə və bir neçə funksiyanı eyni zamanda tətbiq eləyir. Bir də illüstrasiyalar var. Bu illüstrasiyalara baxıb mətni oxumadan ki, bunu necə eləyək? Bu kitabları hardan əldə edə bilərlər? Mənim öz səhifəmdən bir də demək Avtovağzalda 1666-cı yerdə orada loqopedik vəsaitlər var. Oradan əldə etmək olar. Həmin ticarət mərkəzindən də əldə eləmək olar. Çox dərin təşəkkür edirəm Sayət xanım sizə. Dəyərli Nicat doktor, çox dərin təşəkkür edirəm. Sonda istəyəcəm... Mən əslində Nicat doktorla bayaq burada reklam olanda fasilədə çox maraqlı bir şeylər mənə söylədi. Mən hətta deyərdim ki, bu yaxınlarda gedəcəm onun yanına, bir maraqlı bir metodikaları var, maraqlı bir yanlaşmağı var. Düşünürəm ki, düzdür, inşallah gələn bir verilişdə yenə bu haqda danışacaq. Özümdə böyük bir maraq yarandı. Minnətdarlıq bildirirəm sizə. Biz də yeni tanıdıq Nicat doktoru. Nicat doktoru gənc olmasına baxmayaraq çox ambisiyoz və çox peşəkar bir mütəxəssisdir öz sahəsində. Çox məhdud danışdıq bu efirdə. Yaxın gələcəkdə yenidən bu proqramı təkrarlamaq və daha da inkişaf elətdirmək lazımdır. Sonda istəyəcəm izləyicilərə, dişlərlə bağlı hər hansı bir problem yaşayan insanlara nə kimi tövsiyələr verərdiniz? Qısa olaraq. Qısa olaraq birincisi 6 aydan bir konsultasiyaya gəlmək lazımdır. Ağız boşluğunun professional gigiyenası, yəni loru dildə çistkaya gəlmək lazımdır. Təmizlənməyə. Çünki balaca bir proses başlayırsa belə, biz başlanğıcda onu plomlasaq, düzəlsək, həm sizin cibinizə də uyğun olacaq, həm də ki, dişimiz daha da çox sizə qulluq eləyəcək. Bir də ki, əgər nəsə dişinizdə xoşunuza gəlmirsə, gülümsəyəndə özünüzü rahat hiss eləmirsinizsə, gəlin, yəni konsultasiya məndə pulsuzdur, yaxınlaşa bilərsiniz, baxa bilərik. Yəni birinci
rahat, özünüzü rahat hiss eləmək üçün komfortlu hiss eləmək üçün dişlərinizi sevməlisiniz. Yəni gülümsəmənizi sevməlisiniz. bir sözlə bütün şərait sizin klinikada, necədir klinikanın? Klinikanın adı Tridentdir, Təbriz küçəsi 94-də yerləşir. Klinikanın da əlaqə nömrələri, sosial şəbəkə adresləri və Nicat Hüseynovun sosial şəbəkə adresləri monitoring sır bölümündə qeyd olunur. Nə qədər də himcinlə yekunlaşaq desə də Sabir qəyamlı. Ara 14 fevralda sənin o ifan olmuşdu mənim sosial şəbəkəmdə viral. Neçə milyona yaxın izlənmə olmuşdur, mənim yadıma gəlir. Maşallah olsun. Mən əslində bu dəfə 14 fevrala 8 martı gözəl bir mahnı eləyəcəm. Mənim qadınım. Çox gözəl bir mahnı olacaq. Bəylərin xitab eləmiş olsun. Əslində mən 2 dənə klip eləyəcəm, amma bu dəfə mən başqa bir şey fikirləşmişəm ki, film kimi olsun. Biri, sonra dalınca ikincisi gəlsin, birincinin davamı. Əla. Hal-hazırda isə hər birimizin əzbərində olan həmin o ifanı istəyəcəm Sabir Əhmədovdan. Çox dərin təşəkkür edirəm. Lirik bir ifa ilə də bu günümüzü yekunlaşdırıb. Nicat bəy isə çox dərin təşəkkürlər. Səyət xanım sizə, Sabir bəy sizə və dəyərli izləyəcəyimizə izlədikləri üçün. Səhnə sizin. Сказала, что весной встречу снова я тебя. Весна пришла, но вот ты так и не пришла. Сказала, что весной встречу снова я тебя. Весна пришла, но вот ты так и не пришла. Что же стало, ты разбила все на части, жизнь моя. Месяцами и годами я так долго жду тебя. Я так жду тебя, я так жду тебя. Ну приди, любовь моя. Что же стало, ты разбила все об камни, жизнь моя. Месяцами и годами я так долго жду тебя. Я так жду тебя, я так жду тебя. Ну приди, любовь моя. Я так жду тебя, я так жду тебя. Ну приди, любовь моя. Сказала птице в ночь, ты придешь к моим дверям, а птицы пели мне, но ты так не пришла. Сказала птице в ночь, ты придешь к моим дверям, а птицы пели мне, но ты так не пришла. Что же стало, ты разбила все об камни, жизнь моя. Месяцами и годами я так долго жду тебя. Я так жду тебя, я так жду тебя. Ну приди, любовь моя. Что же стало, ты разбила все об камни, жизнь моя. Месяцами и годами я так долго жду тебя. Я так жду тебя, я так жду тебя. Ну приди, любовь моя.
ведь и любовь моя. Sen gelmez oldun, sen gelmez oldun yarım. Gözləyirəm mən, gözləyirəm mən. Sen gelmez oldun.